Deyək ki, bu ədəd neçə rəqəmli ədəddir? Baxıram ki, 8 2-nin qüvvətidir, 25 də 5-in qüvvətidir. Mən bu ədədi 2 və 5-in qüvvətinə gətirəcəm. Bunun üçün 8-in yerinə 2-nin kubu yazacağım. Təbii ki, üzərindəki 12-ni unutmuruq. 25-in də yerinə 5-in kvadratı yazacağım. Yenə də 15-i unutmuruq. Və bilirəm ki, üstün üstü olan zaman üstlər vurulur. Yəni 3-ü 12-yə vuracağım. 2-nin üstünə birbaşa 36 yazacağım. Burada da 2-ni 15-ə vuracağım. 5-in üstünə birbaşa 30 yazacağım. İndi baxıram ki, uşaqlar, burada 2 üstü 36 var, 5 üstü 30 var. Mən 2 üstü 30 yaratmaq üçün 2 üstü 6 və 2 üstü 30 yazacağım. Təbii ki, bunları vurmalıyam ki, ən sonda üstlər toplanıb 36 eləsin. Vurulsun 5 üstündə 30. Və bilirəm ki, üstlər eyni olduqda əsasları birləşdirib, yəni 2 vur 5. O da neçə eləyir? 10. Onun üstündə 30 yaza bilərəm. İndi baxıram. İndi artıq hesablama apara bilərəm. 2 üstü 6 bilirəm ki 64'dür. 10 üstü 30'da təbii ki bir yanında neçə dənə 0 olacaq? 30 dənə 0 olacaq. İndi baxın, burada 30 dənə 0 var. 64'ü də 30 dənə yanında 0 olan bir mərtəbə vahidinə vursam, bura nə qədər 0 artacaq? 30 dənə 0 artacaq. İndi fikirləşək görə bu ədəd neçə rəqəmli ədəddir? 30 dənə 0 burada, 2 dənə burada. Toplamda 32 rəqəmli ədəd olmuş olur.